Hörmətli izləyicilər, mən Ömür Rəsulov, Amarkets Global Broker şirkətindən hər birinizi salamlayıram. Bugün sizinlə günləş bazar analizini paylaşacağıq. Bir öncəki videomuzda qeyd etdiyimiz kimi dollar indeksində 19 mart tarixində alış siqnalı yaranmışdı və diqqət etirsəniz həmin tarixdən etibarən dollar indeksi yüksəlməyə davam edir. Həmin tarixdə birinci müqavimət səviyyəsi qırılmışdı və bu bir mənada bazarda alıcıların, güclü alıcıların daxil olduğuna işarə edir. Və diqqət etirsəniz həmin tarixdən etibarən bazar yalnız birinci dəstək səviyyəsinin üzərində bağlanılır. Və qeyd etmişdik ki, yüksələn trendi nə qədər ki, bazar birinci dəstək səviyyəsini qırıb onun altına bağlanmırsa, bu trendin davam edəcəyine dair güclü bir siqnaldır və gün ərzində də dollar indeksi bu gün üçün birinci dəstək səviyyəsi olan 103.530 səviyyəsini qırıb onun altına bağlanmazsa, biz dollar indeksində yüksəlişin davam edəcəyini şahidi olacaq. Bundan əlavə, hörmətli treyderlər, sabah Amerikadan açıqlanacaq ÜDM, yəni Amerikanın 4-cü rüb üzrə iqtisadi böyüməsi ilə bağlı göstəriciləri yaxından izləmək gərəkdir və hal-hazırda iqtisadi böyümənin 4-cü rüb üçün 2.3% proqnoz edilir. Və nəticələr bu göstəricidən yuxarı olarsa, biz dollar indeksində artımın daha da güclənəcəyini şahidi olacaq. Yox, əgər bu nəticələr bundan aşağı olarsa, dollar indeksi aşağı yönlü korreksiya edə bilər. Bundan başqa, hörmətli treyderlər, cümə günü Amerikadan açıqlanacaq ən vacib göstəricilərdən birisi şəxsi istehlak xərcləmələri indeksi olacaqdır. Hansı ki, bu indeksi yaxından izləmək lazımdır və bu bazarda istiqamət verici əsas faktorlardan birisi olacaqdır. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz avro-dollar valyuta cütlüyüdür. Bildiyimiz kimi avro-dollar valyuta cütlüyüdə 19 mart tarixində satış siqnalı yaranmışdı. Hansı ki, həmin günü birinci dəstək səviyyəsinin qırılması ilə bir mənada satış siqnalı yaranmış oldu və diqqət etirsəniz, həmin tarixdən etibarən avro-dollar valyuta cütlüyü yalnız düşən trendlə davam edib və bu gün üçündə nə qədər ki, birinci müqavimət səviyyəsi olan 1.08 223 səviyyəsini, yəni bu səviyyəni qırıb onun üzərində bağlanmazsa, biz avro-dollar valyuta cütlüyündə düşüş trendinin davam edəcəyinin şahidi olacaq. Ümumi olaraq isə bugün Avropa Birliyindən hər hansı vacib bir fundamental xəbər gözlənilmir və xüsusilə dollar indeksinin hərəkəti avro-dollar valyuta cütlüyünün əsas təyin edici, belə deyək, faktor roluna çıxış edəcəkdir. Hörmətli izləyicilər, bir digər maliyyə alətimiz İngilis funtu və dollar indeksidir. GBP-USD valyuta cütlüyündə də satış siqnalı əslində 20 mart tarixində yaranmışdı. Diqqət etirsəniz, həmin tarixdə birinci dəstək səviyyəsi qırılmışdı və bazar həmin səviyyənin altına bağlamışdı və ondan sonraki gün də İngilis funtu düşüşməyə davam etdi. Lakin 24 və 25 mart tarixlərində bazarda müəyyən bir range ticarəti oldu. Belə ki, valyuta cütlüyü nə birinci dəstək səviyyəsinin üzərində bağlandı, nə də birinci dəstək səviyyəsinin, nə də birinci müqavimət səviyyəsinin üzərində bağlanmış oldu və 2 günlük bir range ticarəti oldu. Bu gün isə İngiltərədən açıqlanan inflyasiya göstəricilərinin gözləntilərinin altında gəlməsi ilə bir mənada GBP-USD valyuta cütlüyü birinci dəstək səviyyəsini qırmış oldu və bu gün ərzində bazar 1.29 0.91, yəni bu günün birinci dəstək səviyyəsinin altına bağlanarsa, biz İngilis funtu və dollar valyuta cütlüyündə düşüş trendinin başladığını şahidi ola bilərik. Hörmətli treyderlər, bir digər maliyyə alətimiz qızıldır. Bildiyimiz kimi qızılda uzun müddətli qalxış trendindən sonra 21 mart tarixində qızıl həmin gün üçün birinci dəstək səviyyəsini qırdı və bazar həmin səviyyənin altına bağlanmış oldu və bu bir mənada qızılda satış siqnalının yaranmasına dair bir işarə idi. Və növbəti gündə, yəni 24 mart tarixində də qızılda düşüş davam etdi. Lakin bu bir öncəki videomuzda da qeyd etmişdik. Qızılda ümumi olaraq düşüşlər məhdud səviyyədə olacaq və bu aşağı yönlü korreksiyadan sonra yenidən qızıl yuxarı yönlü, belə deyək, yüksəlməyə başladı və qızıl gün ərzində bu günün birinci müqavimət səviyyəsi olan 3034 səviyyəsini qırıb onun üzərində bağlanarsa, biz qızılda yenidən alış siqnalının yarandığına dair proqnoz irəli sürə bilərik. Hörmətli treyderlər, ümumi olaraq isə qızılda qeyd etdiyimiz kimi nə qədər ki, qlobal risklər, inflyasiya riskləri, o cümlədən belə deyək, geosiyasi risklər davam edirsə, qızılda uzun vədədə belə deyək, satışların olması gözlənilmir. Hörmətli treyderlər, bir digər maliyyə alətimiz S&P 500 indeksidir. Bildiyimiz kimi S&P 500 indeksi 20 fevral tarixindən etibarən düşüş trendinə başlamışdı və diqqət etirsəniz, həmin tarixindən etibarən S&P 500 indeksi yalnızca günlük birinci müqavimət səviyyələrinin altında bağlandı və 20 fevraldan etibarən 13 marta qədər davam etmiş oldu. Lakin 14 mart tarixində
indeksin həmin gün üçün birinci müqavimət səviyyəsini qırması ilə və bazarın həmin səviyyənin üzərində bağlaması ilə bir mənada S&P 500 indeksində yuxarı yönlü korreksiyanın ilkin siqnal yaranmış oldu. Lakin bu S&P 500 indeksinin olan yuxarı yönlü korreksiyadırmı, yoxsa yuxarı yönlü trenddirmi? Təbii bunu müəyyən etmək hələlik tezdir. Lakin bir nüansı qeyd etmək lazımdır. S&P 500 indeksində əgər bu yuxarı yönlü trend olacaqsa, həmin belə deyək, yüksəliş ilk öncə aşağı yönlü bir öncəki səviyyəni, yəni trendin qırılma nöqtəsini retest etməlidir. Buranı, yəni bu qiymət səviyyəsini təxminən 5515 səviyyəsini yenidən test etməlidir və ondan sonra əgər bazarda yenidən yüksəliş davam edərsə, biz S&P 500 indeksində yüksəliş trendinin başladığını qeyd edə bilərik. Lakin hal-hazırda isə S&P 500 indeksindəki bu yüksəliş bir mənada yuxarı yönlü korreksiya ola bilər və yuxarı yönlü korreksiya başa çatdıqdan sonra indeksdə yenidən düşüş başlaya bilər. Günlük olaraq isə hörmətli treyderlər, əgər nə qədər ki S&P 500 indeksi, yəni bu gün üçün birinci dəstək səviyyəsi olan 5732 dollar səviyyəsini qırıb onun altında bağlanmazsa, biz S&P 500 indeksində yüksəlişin şahidi ola bilərik. Lakin həmin səviyyə qırılıb onun altına bağlanarsa, biz yenidən S&P 500 indeksinin düşüş trendinin başladığına və yaxud da ki, bir öncəki səviyyəni retest etdiyinə dair, belə deyək, siqnalın yarandığını proqnoz edə bilərik. Bu, ümumiyyətlə, hörmətli treyderlər, xüsusilə Amerikan səhm bazarında hələlik müəyyən mənada qeyri-müəyyənlik var, xüsusilə Trumpın tarif siyasətindən dolayı və bu yaxınlarda yenidən o 2 apreldən etibarən avtomobil sektoruna tarif tətbiq edəcəyini açıqladı və digər tərəfdən isə ümumi olaraq belə deyək, ölkələrin bir-birinə qarşı tarif siyasətlərini tətbiq etməsi səhm bazarında konkret hər hansı bir istiqamətin başladığını söyləməkdə belə deyək, çətinlik yaradır. Lakin ümumi fonda isə cümə günü Amerikadan açıqlanacaq şəxsi istehlak xərcləmələri indeksi bir mənada S&P 500 indeksinə güclü təsir edəcək faktorlardan birisi ola bilər. O cümlədən sabah Amerikada açıqlanacaq ÜDM, yəni Ümumdaxili Məhsul 4-cü rübütün nəticələri, ÜDM-nin 4-cü rübütün nəticələri ümumi fonda S&P 500 indeksində təsir edən əsas faktorlar ola bilər və bu bir mənada S&P 500 indeksinə daha çox istiqaməti təyin etməkdə bizə kömək edə bilər. Çünki həmin nəticələr zəif açıqlanarsa, S&P 500 indeksi yenidən aşağı yönlü, belə deyək, düşüş trendinə başlaya bilər. Ya da nəticələr gözlənilənlərin üstünə çıxarsa, S&P 500 indeksinə biz qalxışın şahidi ola bilərik. Hörmətli izləyicilər, bugün sizə çatdıracağımız bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.